Hörmətli müəllimlər, əziz şagirdlər, dahi şairimiz Səməd Vurğunun 120 illik yubileyinə xoş gəlmisiniz. Azərbaycan ədəbiyyatında ilk dəfə xalq şairi fəxri adı olan böyük sənətkar, ictimai xadim Səməd Yusifoğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax mahalından olmuşdur. Atasının hər gün sazda səsləndirdiyi, el havaları, aşıqdan müntəzəm dinlədiyi dastan və nağıllar onda ədəbiyyata böyük maraq oyatmışdı. Səməd Vurğun yaradıcılığı çox geniş, çox şaxəli, ədəbiyyata verdiyi yeniliklərlə yadda qalan, sadə, anlaşıqlı dili ilə həmişə oxucular tərəfindən sevilir. Əsrlər keçməsinə baxmayaraq, yazdığı əsərlərin hələ də dəyərli, bugünkü dövrümüzlə səsləşməsi oxucular tərəfindən aydın hiss olunur. Şagirdlərimizə bugünkü tədbiri hazırladıqlarına görə daha çox əziyyət çəkən Zülfə müəlliməyə təşəkkür edirəm. Baxaq görək indi şagirdlərimiz necə hazırlaşıblar, bizə nələr çatdıracaqlar. Sözü verək Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyə. Hörmətli müəllimlər, əziz şagirdlər, hər birinizi salamlayıram. Biz bugün dahi şairimiz Səməd Vurğunun 120 illik yubileyini qeyd edirik. Səməd Vurğun Azərbaycan ədəbiyyatında böyük bir yeri olan dahi şəxsiyyətlərdən biridir. O həm şair, həm ictimai xadim, dövlətin siyasətində, ədəbiyyatında, ictimai işlərində böyük xidmətlər göstərən şəxsiyyət olmuşdur. Səməd Vurğun 50 il ömür sürmüşdür. Bu illər ərzində böyük işlər görmüşdür. Onun təkcə Azərbaycan şeiri, Azərbaycan xalqının ensiklopediyası hesab edilir. Bu şeirdən bir bənd demək istəyirəm. Ölməz könül, ölməz əsər, nizamilər, füzulilər, əlin qələm sinən dəftər, de gəlsin hər nəyin vardır, deyilən söz yadigardır. Uşaqlar, bugün sizə hər birinizə əvvəlcədən təşəkkür edirəm. Dəstək oldunuz, yaxşı hazırlaşdınız və uğurlar arzulayıram. Sağ olun. Azərbaycan ədəbiyyatında ilk dəfə xalq şairi fəxri adı olan böyük sənətkar, ictimai xadim Səməd Yusifoğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax mahalından olmuşdur. Atasının hər gün sazda səsləndirdiyi, el havaları, aşıqdan müntəzəm dinlədiyi dastan və nağıllar onda ədəbiyyata böyük maraq oyatmışdı. Gəlin şairlə bağlı video çarxıya baxaq. Həyatımızın hızlı fonuna yer almış əsərləri bugün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq onun ədəbi hissi özündən sonraki Azərbaycan poeziyasında dərin izlər qoyur. Halkın gözü də, qalbi də, vicdanı da sənsən. Yəqin ki, bu misraların kime ait olduğunu bilməyən tapılmaz. Çünki məktəblərindən hər birimiz onun şeir və poemaları ilə böyüyürük. Onu xalqımıza sevdirən isə şeirlərindəki sadəlik, səmimilik xalq dilinə yaxınlıqdır. Hələ seminariyada oxuyarkən o qoşma şəklində şeirlər yazmağa başlayır. Ancaq ilklər yazmaları qorunub saxlanmır. İlk mətbu şeiri isə Tiflisdə çıxan Yeni Fikir qəzetində canlılara xitabən Səməd Vurğunun imzası ilə dərc olunur. Yurdum, yuvam, məskənimsən, ana, doğma vətənimsən. Ayrılan mı? Çölüm candan, Azərbaycan. Yaşadığı bölgənin məsuliyyəti, onun hissi və duyğularının zənginləşməsinə, düşüncəsinin dərinləşməsinə əhəmiyyətli təsir etmiş, yaradıcılığında müxtəlif mövzulara toxunmuşdur. Onun təbiət mövzusunda yazdığı Təbiət İlhama Çağırılmayan şeirini 7-ci sinif şagirdi Əhmədzadə Ömərin təqdimatında dinləyək. Yenə də yamyaşıl geyinir dağlar, göz kimi durulur qaynar bulaqlar, əriyir güneyin döşündəki qar, yağışla isladır o göyçə məni, təbiət ilhama çağırır məni. Ürək dil açır ki, sönməmiş odum, hücuma başlayır mənim söz ordum. Görürəm o yeni bir dünya qurur, unutmaz aləmdə sevən sevəni, məhəbbət
qüvvət ilhama çağırır məni. Göydən yeryüzündən nurlar tökülür, zəminlər, tablolar üzümə gülür. Gözümdə saralır sümbülündəni, bu nemət ilhama çağırır məni. Mən yaranmamışam göylər övladı, əzəl şöhrətim deyib torpağın adı. Bu eşqin çoxuna qismət olmadı. Şairim, aç bayla söz xəzinəni, şeiriyyət ilhama çağırır məni. Sənət müəllimə seminariyasında təhsil alarkən dünya ədəbiyyatının dərindən öyrənmiş, yaradıcılığına təsir etmişdir. Bu səbkidə olan əsərlər qəhrəmanı öz dili ilə təqdim olunmuşdur. 7-ci sinif şagirdi Əliyeva Zəhranın Zənciri Arzuları poemasını söyləmək üçün səhnəyə dəvət edirəm. Zəncirin arzuları. O kürsüyə sinə gəldi, danışmadı, sustu bir də. Çatıb qara qaşlarını, fikrə getdi o bir an. Bəzən dilsiz bübüqarla qılınc çəkir qəhrəmanı. Qarşısında boyun bükür, səzdə qılır bütün aləmi. Salam heyrət çiçəkləri, sükut edir başdan başa. Qara zənci kürsüdədir, ona min göz baxır yerdən. Bir şeiriyyət tablosudur, seyr etdiyim bu tamaşa. Nə mənalar oxuyuram, dalğın baxan o gözlərdən. Elə bil ki, bir dəfədə yarandığı gündən bəri ağız açıb o gülməmiş, nəşələrə biganədir. Dodağında səsləməmiş, ürəyinin nəmmələri, talan olmuş şəhər könlü, top dağıtmış bir anədir. Elə bil ki, qara zənci bu dünyaya gələn zaman bir daxmada matəm tutub, ağlamışdı öz anası. Fəqət yenə ana qəlbi ayrılmamış övladından, gecə-gündüz çörək yeyib, nalə çəkmiş hər laylası. Onun tutqun baxışında bulut gəzir, şimşək saxır. Bir pəhləvan gücü də var, onun canlı biləyində. Dönə-dönə göz gəzdirib, insanlara yenə baxır. Açılmamış bir kitab var, onun dolmuş ürəyində. Dolan bulut boşalacaq, bu hökmüdür təbiətin. Qara zənci ağız açır, mən zənciyəm, həm də rəssam. 30 ildən biraz da çox, övladıyam bu sənətin. Məni yalnız insan deyil, bir də şair doğmuş anam. Amerika, yeni dünya mənim doğma vətənimdir. Babamın ağ sümükləri çürümüşdü bu torpaqda. Dəniz mənim, hava mənim, torpaq mənim, göy mənimdir. Arzularım yuva salmış hər budaqda, hər yarpaqda. Mən sevirəm öz yurdumu bir müqəddəs məhəbbətlə. Rəssam könlün vurğunudur, hər axşamın, hər səhərin. Yaratdığım tablolarda hüsnü vardı şəfəqlərin. Vaxtınızı çoxalmayın, deyin mənim bu sənətlə, bu hünərlə işləməyə yer üzündə yerim varmı? Heç evsiz də, eşiksiz də rəssam olan yaradarmı? Onun qara gözlərindən bir ildırım çaxdı keçdi, ürəyinin qızıl qanı ürəyindən axdı keçdi. 5-ci sinif şagirdləri Quliyev Zəfər, Həsənov Tuncay, Nəcəfov Əkbər. Başıma döndüyüm gülüzlü sola, ömrümün ilk çağı yadıma düşdü. Şairlər vətəndir bizim tərəfdən, tərlərim oylandı, yadıma düşdü. Oxuyam qəlbimi dastan içində, ürək döyülməzmi aslan içində, payızın fəslində, bostanın içində, şamurların tağı yadıma düşdü. Hanı at sürdüyüm boranda qarda, gəzdim aşıq kimi min bir diyarda, gülüb oynadım toyda mağarda, qızların qolbağı yadıma düşdü. Göylərə baş çəkir göyəsən dağı, axşam asıq olur ayın qabağı, bizim gəlinlərin bayram qabağı, fəsəli yaymağı yadıma düşdü. Sən bizim ellərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz ola. Nişanlı qızların görüşdən qabaq, tellərinin saymağı yadıma düşür. Vurğunu, xəyallı, gəzdi aranı, gözü də oynamadı, dağın boranı. Qışın buz qatığı, yayın ayranı, payızın qaymağı yadıma düşdü. İkinci Dünya Müharibəsinin başlaması, şairin yaradıcılığında özünü göstərmiş bu mövzuda ananın öyüdü, qoca qəhrəmanın
Azərbaycan balası kimi əsərlər yaratmışdı. 7-ci sinif şagirdli Ağayeva Fatimənin Ananın Öydünü şeirini səsləndirəcək. Əsgər paltarını silahlandı qəhrəman. Onun Polad sinəsinə sığışmadı ürəyi. Dayan deyib yaxın gəldi, öpdü onun alnından. Ana getdim, salamat qal. Deyib öpdü qarını, ama igid balasına açdı öz qollarını. Üz gözündən öpə-öpə bağrına bastı onu. Ana yurdum bu qəhrəman, bu namuslu oğlunun dedi. Oğlum, göz bebeğim, səni yumur çiçəyim. Tarixlərin şahididir mənim bu ağ birçəyim. Görürəm ki, qəhrəmansan, səni halaldır südüm. Qulağında yaxşı qalsın, mənim sənə öyüdüm. Biz sənsiz də dolanarıq, uğur olsun yoluna. Qılıncını çalan zaman qüvvət gəlsin qoluna. Get düşmənin qabağında igid tərpən vüqarla. Tüfəngini təmiz saxla, atını da tumarla. Öz yerində olsun gərək igidin yar yaralı. Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. Bizim igid balam, hərçək ki öz ananam mən sənin, çörəyi ilə böyümsən bizim ana vətənin. Bizim eller Koroğlular, Nizamilər yurdudur. Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur. Payız vaxtı bağçamızın heyvaları deyəndə, şaftalılar şirələnib budağına əyəndə, göndərirəm sovqatını, sənin də öz payını. Sən də artır öz əlinlə zəfərlərin sayını. Get düşmənin qabağında igid tərpən vüqarla. Tüfəngini təmiz saxla, atını da tumarla. Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən. Günəş yaydı şöyləsini vətənin göylərindən. Ana baxdı öz oğluna, su da səpdi dalınca. Şair gəldi bu səhnədə ilhamı alınca. Yaşa dedi ey qəhrəman, yaşa dedi ey vətən. Sonra şair dodaqları öpdü ana əlindən. Hər şeyi təqdim edir Yusif Məmmədov. Cəllad, yandırdığın kitablar min kamalın şöhrətidir, min ürəyin arzusu. Biz köçürük bu dünyadan, onlar qalır yadigar. Hər vərəqdə nəqş edilmiş neçə insan duyğusu. Min kamalın şöhrətidir, min ürəyin arzusu. Yandırdığın o kitablar alovlanır, yaxşı bax. O alovlar şöhrə çəkib, şəfəq salır zülmətə. O alovlar şöhrə çəkib, şəfəq salır zülmətə. Hər gələr şairlərin nəzir ruhu məzarından qalxaraq alqışlayır, eşki böyük bir qəhrəman millətə. O alovlar şöhrə çəkib, şəfəq salır zülmətə. Cəllad, mənim dilimdə deyil bayatılar qoşmalar. De onları heç duydum sənin yoldaş ürəyin. Hər qərarı pərdəsində bir ananın qəlbi var. Hər kəsrən yollarıdır bir müqəddəs ürəyin. De onları heç duydum sənin yoldaş ürəyin. Cəllad, sən mi xor baxırsan mənim şeir dilimə? Qoca şərqin şöhrətidir Füzulinin qəzəli. Sən mi türkəfar deyirsən ulusuma yerimə? Dahilərə süd vermişdir Azərbaycan gözəli. Qoca şərqin şöhrətidir Füzulinin qəzəli. Cəllad, yanıb od olsa da külə dönməz arzular. Yanıb od olsa da külə dönməz arzular. Hər ürəyin öz dünyası bir səadət arzular. Qanlar ilə yazılmışdır hər azadlıq dastanı. Təbiətin ana qəlbi buldu oxumışım sana. Kızay və Anadolu uzun dərə qəsrə
Süleymanlı Hüseyin, Ələsgərov Əmrə, Yusuf Məhmədovun səhnəyə dəvət edək. Keçdi pəncəmizə gözəl Qarabağ, öpsün qılıncımı hər da. Mən də Qacar nəsliyəm, şahın şahıyam. Mən də el üzülüm, bir Allahıyam. Gərək biz qoymayaq daşı daş üstə, atın, yığın, leşi baş üstə. Mənim vicdanım da, qəlbim də qandır, dünyadan üstündə bir xanimandır. Gözüm yollarda qalmışdır, xəbər yox kül qırağından. Usanmaq bilməyir könlüm yaşıl başlar sorağından. O yerlər min xəyal eylər, təbiət şərə aiddir. Öpər bülbül səhər tezdən gülün yaqut dodağından. Çəmənlər, yasəmənlər göz vurub min cilvə göstərsə, durar könlüm çıxar seyrə həyatın qəm otağından. Keçər aylar, keçər illər, yaz ey Vaqif ömrü azdır. Düşər bir gün laçın könlüm şeir sənət marağından. Nəzər Vaqifindir. Bəli Vaqifin. Nə oldu, onu təsadüf gətirin. Yazdığı cavabdan bilmişəm onu. Dayan sovraram göyə tozunu. Qoy gəlsin ələnib gülüşək biraz. Bizim dilimizi o bağlayanmaz. Şair, hökümdarın huzurundasan. Siz belə düşünürəm mən. Bəs başarmadır. Əlbəttə, bəli. Əlifət vicdanın böyük şeysənir. Qılınclar toqquşub iş görən zaman nələr dediyimiz quru bir vicdan. Vicdan dedikləri bir həqiqətdir. Beşiği məzarı əbədiyyətdir. Yenə göylədədir şair xəyalın. Əzəldən uydurdu, yoxdur kamalı. Aha sınayıqdır idrakımızı, doğrudan bir şair görürəm sizi. Xoşbəxt xəlq eləmiş sizi yaradan. Dünyada qalacaq yalnız yaradan. Çox gözəl, inanın ki mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, göylərin büsatı, o ulduz ay, sizə tapşırılsın bu gündən gəlir. Ancaq bir şərtim var. Buyurun görək. Gərək fars dilindəyəsin sənətkar. Azəri yurdunun oğluyam mən də, az uydururam yeri gələndə. Yaxşı gəl əl götür bu inadından, bu qədər naşükür olmasın insan. Aldıda bilməmiş dünyanın barı, bilməsin eşqi ilə yaşayanları. Mən eller bağında adət bir quşam, mənsəbə şöhrətə satılmamışam. Dayan, bu vaxtının hər bir dağı, üstündə min çiçək, min dil bitirmiş. Sizin güldüyünüz çoban torpağı, nizamilər, füzullər yetirmiş. Nizamiyə bax, Füzuliyə bax. Günəşi öpçə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Görünür günəşə iştaham vardır. Günəşdən düzənən yarasalardır. Hakimin hökm hünəri, onun vicdanı ilə qardaş olmalı. Bizlərə qalmayacaq dünyanın malı. Şairdir qəlbi başır,
kamçılayır zamanəsini. Allah da çox sevir şeirin səsini. Allah da çox sevir, Allaha yalvar. Onun məndən də çox ədaləti var. Əgər bacarırsan, qoysaq saxlar. Siz hökümdarsınız. Yaxşı, o zaman artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyəm yazan əlini, bir də həcr deyəm acı dilini. Razısan? Razıyam mən hökümdar. Mərhəmət sahibi ulu alama. Elbət mən sizə çatar birəm. Vaqibidir, get. Sana həyatını biz bütün tərk et. Gəlib yaşamasın, qədrini aşmaz. Sən həqiqətin ağzına daş bas. Mən az görməmişəm bu sarayları. Burada göz çıxan ağalayları. Görmüşəm şahların vəfasını mən. Şahların cəzasının vəfasını mən. Xanların zülmünün cəzasını mən. Görmüşəm zamanın min rüzgarını. Dustub anaların göz yaşlarını. Nifrət, qan çanağı, taclara nifrət. Var olsun azadlıq, bir də məhəbbət. Aparın onu zindana. Göz dağı çəkin Azərbaycana. Qızıl uçsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar. Bülbül olub düşdüm bağa, nalə çəkdim sola sağa, səsim düşdü min bu dağa, sustu çəmən, dindi gülşən, şair, nə tez qocaldın sən. Könül verdim min axşama, pərvanə tək yanlışama, gözündə yaş dama, şam da dilə gəldi birdən, şair, nə tez qocaldın sən. Məclislərə düşdü yolum, gəzdik oldu sağım, solum, dedim yatım, rahat olun, sual qopdu hərrəkdən, şair, nə tez qocaldın sən. Fənc alıb çıxdım ova, doğdu günəş, güldü hava, zeyranları qova, cavab gəldi güllələrdən, şair, nə tez qocaldın sən. Kəndə getdim bir av bir tək, qucaqladı məni görsək, o ağladı bir ana tək, dedi, kaş ki öləydim mən, şair, nə tez qocaldın sən. Qərbədir, üzarsız, şaxta qətli, iş baharsız, eşqi sözü etibarsız, dostlarım da deyir bəzən, şair, nə tez qocaldın sən. Yazdığı Azərbaycan şeiri, Azərbaycan xalqının ruhunu, milli dəyər və arzularını ən gözəl şəkildə ifadə edən böyük bir əsərdir. Azərbaycan şeirini təqdim etmək üçün 5-ci sinif şagirdlərini səhnəyə dəvət edək. Çox keçmişəm bu dağlardan, zülmə gözlü qulaqlardan, eşitmişəm uzaqlardan, sakit axan ağazları, sınamışam dost diyarı. El bilir ki, sən mənimsən, yurdum yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılarmı körüm candan, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki, bağlıyam sana. Hanki sən hanki yana, hey tutsam da yuvam sənsən, elim gülüm, obam sənsən. Fəqət səndə gün düşəndə, ayrılıq məndən düşəndə, saçlarıma dəm düşəndə, boğar aylar illər məni, qınamasın ellər məni. Dağların başı qardır, ağ örpəyi buludlardır, böyük bir keçmişim vardır. Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin. Bir tərəfi bəhri xəzər, yaşılbaş sonalar gəzər, xəyalım dolanar gəzər, cah muğanı, cah yıldarı, mənzil uzaq ömür yarı. Keç bu dağdan, bu aradan, Astaradan, Lənkərandan, Afrikadan, Hindistandan, qonaq gəlin bizə quşlar, zülm əlindən qurtulmuşlar. Bu yerlərdə limon sarı, əyiş salır budaqları, dağlarının limaqları, yaranmışdır qarlı qışlar, bir səngərdir yaranmışlar. Lənkəranın gülü rəng-rəng, yurdumuzun qızları tək, dəmlə çay edir görək, anamın dilbər gəlini, yadları açma əlini. Min qazaqda köhlən ata, yalanına yata, atqan tərə bata, göy yaylaqların belinə bax, kəpəz dağdan göy gölə bax. Ey azad gün, azad insan, doyunca iç bu baharda, bizim xallı xalçalarda, sər çıralı kölgəsinə.
meşəsinə. Könlüm keçir Qarabağda, gah o dağdan, gah bu dağdan, axşam üstü qoy uzaqdan, havalansın xalın səsi, Qarabağın şikəstəsi. Gözəl vətən, meyman dərin, beşiyirsən gözəlləri, aşıq deyər sərin-sərin, sən günəşin qucağısan, şeir sənət ocağısan. Ölməz könül, ölməz əsər, nizamilər, füzulilər, əlin qələm sinən dəftər, de gəlsin əlnəyin vardır, deyilən söz yadigardır. Bir dön bizim Bakıya bax, sahilləri çıraq-çıraq, buyruqları hayqıraraq, nərə salır bu söllərə, ışıqlanır hər dağlara. Doğrudan da çok hoşa gelen güzel tədbirdir. Hamımız bildiğimiz gibi Cənab Prezidentimizin fərmanına əsasən bu illəri Səməd-Vurğunun 120 illiyi, dahi şairimiz Səməd-Vurğunun 120 illiyi qeyd olunur. O cümlədən də bu günləri mən şair əməlinin əmək olan hər bir kəsə dərin təşəkkürünü bildirəm. Elə Səməd-Vurğunun son deyilən şeiri doğrudan da bir vətən deməkdir. Mən Səməd-Vurğunu uşaq yaşlarından çox sevmişəm. Onun şeirlərinin böyük əksəriyyəti məndə elə vətənə çağırış, qoy deyir, bunlar hamısı bilsin ki, bütün aləm mən bugündən Müsalına əsgərəm. Bunun özü 45-ci ildə Ərşiyə gələn Böyük Vətən müharibəsində yaranmış bir şeir idi. Bax, bu şeirin özündə böyük bir məna var idi. Yəni, hər bir gənc vətəninin müdafiəsinə qalmalıdır. Necə ki, bizim xalqımızda, cəmaatımız da orada iştirak etmişdir.